Mən istəyərdim bu tədbirin səbəbkarı Gönül xanımı öncədən təbrik eləməklə yanaşı məclisin təyan hissəsinə gözəl səsi ilə, avazı ilə, məclisə oynaq şux mahnıları ilə giriş hissəsi verən xanımımızın adını deyək, Lamiyə. Çox gözəl. Avazımız həmişə beləcə gözəl, Gönül xanım kimi gözəl şairlərin tədbirindən gəlsin, bundan da gözəl olsun və gün olsun ki, bundan da iri bir məclisdə, salonda Gönül xanım qrup qeyd edək. Biz bilirik ki, Gönül xanım Azərbaycan ədəbiyyatında lirik şeirləri ilə, hətta vətənpərvər şeirləri ilə öz istedad və bacarığıyla yer tutur və bu səbəbdən də bura toplaşan şairlər, qələm adamları, bizim şeir aşıqları dostlarımız öz mübarək qədəmləri ilə təşrif buyurub və bizi dinləyir. Məclisimiz davam edir dostlar, hələ indi başlayırıq. Gönül xanıma ilk istəyəcəyini söz verək, qoy o tədbir eləsin gələn qonaqları və birinci səbəbkarın özünü dinləyək. Buyurun Gönül xanım. Sağ olun Cəfər bəy, gəldiyiniz üçün sizə də təşəkkür edirəm. Bütün qonaqlarıma təşəkkür edirəm. Bayaq dediyim kimi Allah razı olsun. Mən hərdən Facebook ailə deyəndə mənə bəzi adamlar deyir ki, niyə deyirsən Facebooka? Deyirəm ki, mənim elə qəfil istədikləri, doğmalarımı əvəz edən insanlar, şair, bacı qardaşlarımdır. Çox şükür ki, onlar da mənim yanımdadılar. Həm kədərimdə, həm sevincimdə. Allah onlardan razı olsun. Sizdən də Allah razı olsun. Buyurun, tədbirinizi davam edin. Minnətdaram sizə də çox sağ olun. Çox sağ olun, dəyərli şairlərimiz. Qaydalara görə, cənablar, deməli, tədbirdə görünməyən tərəflər onun texniki işçiləridir. Ancaq burada texniki işçi yoxdur, elə bizim sintezatorda öz gözəl, sehirli parmaqları ilə təravət gətirən qardaşımızın adı Vüsal bəy, onu almışdır, Lamiyə xanımla bir yerdə. Çünki əzizlərim, musiqisiz tədbir olur mu? Olmur. Onu yaxşı bilirik ki, şeirlərin özündə də bir musiqi var. Bir anlıq duyun, fikirləşin. Musiqisiz şeir yoxdur axı. Xanımın da, bəli, Səbirən xanıma başa düşdüm. Beləliklə, mən yaxınlaşıram bizim stola, icazənizlə. Stola yaxınlaşaq, masamıza yaxınlaşaq. Dostlar, biraz sərbəstlik mövzusuyla, yəni müsahibə tipli xarakterizə olunan bir tədbiri həyata keçirməyi düşünürəm və hamınıza bir mikrofonla yaxınlaşıb maraqlı olsun deyə bu tədbir hər bir nəsə söz vermək özünə borc bilirəm və bundan şərəf duyuram və tədbirin başında əyləşən Balayar Sadiqi filologiyada öz qələmi ilə sözünü demiş, Qarabağda Cığır düzündə gözəl şeirləri ilə pərvaz edən bizim Azərbaycan ədəbiyyatında özünə məxsus yeri var və digər yoldaşları da, mən tanıdığım və tanımadığım yoldaşları da, Hüsnə xanım burada qarşıda dayanıb, operator bəzən görülür, amma biz onu görürük, operatorun gözü ekrandan bizi görür dostlar. Gəlin Hüsnə xanımın da şərəfinə xahiş edərdim, bir alqışlar edək, çünki Facebook səhifəsindən bizi Hüsnə xanım təqdim edəcək. Deməli, hədiyyəsi var. Düzmü başa düşdü? Hədiyyə ilə gəlirsiniz. Nə gözəl, nə qəşəng bir hədiyyədir bu. Aman Allah. Deyir gərək gecikməyəsən, amma gecikməyin də öz ləzzəti varmış. Hər şey təxmindən olmaqda yaxşıdır. İndi o sualları hələ sonra verəcəm sizlərə. Bir şeirləri təqbil yazırsınız, yoxsa düşünüb yazırsınız. Əlura gəlirik. Gəlin, Hüsnə xanımın əlində tutduğu gözəl hədiyyəni görək. Üzünü o tərəfə göstərin, xahiş edirəm Hüsnə xanım. Görün necə gözəl bir hədiyyə. Üstündə
şeir var. Ötürdün ömrümdən 53 yaşı solmasın çiçəkli Gülzarın könül. Yarattım gözlərdən yenilməz dala ucalsın vüqarın könül. Aynar yaranıbdır təbir ilhamın, sən sağsan doğru söz haqdır günahın. Olsun bu günündə xalqın təmahın, gülsün təbiətin, gülzarın könül. Şeirin qalan hissəsini oxuyub vaxt aparmıram, ama xanımın 53 yaşından 100 yaşına qədər olan, burada olan şeirin son bəndlərə xanıma olan bu arzunu belə bitirir. Biraz aşağı göstərək. İlk olanda sizi ekrana salaq. Deməli, təbrik edirəm dostlar. Çox sağ olsun. Lamia xanım bu anda bizə həm operator qabiliyyətindən istifadə edir, köməkliyə edir. Yoldaşlarımızla bizim özüm klipmaker olduğuma görə mən operatorlara daha çox qiymət verirəm. Niyə? Çünki onlar bizim görmədiklərimizi bizə göstərir dostlar. Belə. Buyurun. Ben Özgür'den çok farklı tebrik ediyorum. Allah can sağlığı versin. İşlerinden yardımcı